Azərbaycanda və dünyada ən çox nevroloji problemlərdən biri nevrozlardır. Lakin nevrozların çox fərqli formaları var. Bu gün sizə nevrozların fərqli formaları, əlamətləri haqqında danışmaq istəyirəm və əminəm ki, buradan oturan hər bir insan özündə nevrozun müəyyən əlamətlərini hiss eləyəcək. Lakin nevrozun müəyyən əlamətlərinin hiss elənməsi hələ o demək deyil ki, siz nevroz xəstəsisiniz. Nə vaxt biz artıq pasiyentə nevroz diaqnozu qoyuruq? O zaman ki, siz bu əlamətləri davamlı hiss eləyirsiniz, uzun müddətli hiss eləyirsiniz və bu əlamətlərə görə sizin həyat keyfiyyətiniz aşağı düşür. Yəni sizdəki bu nevroz əlamətləri işinizə mane olur, gündəlik həyatınıza mane olur, sizin həyatdan həzz almağınıza mane olur. Bu zaman artıq biz bu problemləri müalicə etməliyik. Amma hər biriniz bu əlamətlərdən müəyyən qədər özünüzdə hiss eləyəcəksiniz. Birinci təşviş nevrozudur. Buna təşviş, həyəcan nevrozu da deyirlər. İnsan özündə bu kimi əlamətləri hiss eləyir. Birincisi, sanki başına bir qəribə, narahat edici fikirlər gəlir. Belə düşünür ki, ay görəsən mənim övladlarımın başına bir problemli iş gələ bilərmi? Görəsən mənim övladlarım yolu keçəndə bir şey olar və yaxud da ki, bir hadisə baş verər və daima bu hadisə onun başını yorur. Və yaxud da ki, özü haqqında narahat fikirlər ola bilər. Bədəninin hansısa bir hissəsi ağrıyırsa, görən məndə bu xəstəlik ola bilərmi? Görən mənim ürəyim sancdı, kürəyim sancdı. Görən mən infarkt ola bilərəmmi? Və bu fikirlər onu dəhşətli dərəcədə yorur. Və yaxud da ki, ola bilsin ki, çox xırda bir səslər və yaxud da ki, bir hərəkətlər onları aşırı həyəcanlandırır. Məsələn, qapı döyülür, aşırı həyəcanlanır, hətta diksinə bilər ki, görəsən nə baş verdi, kim gəldi? Və yaxud da ki, bir qəfil zəng gəlir, ürəyi döyünməyə başlayır, təngi nəfəs olmağa başlayır və düşünür ki, görəsən bu zəng mənə nə bir pis xəbər verəcək. Bax, bu cür nə fikirlər yaranır. Dediyim kimi, bu fikirlər az-azdırsa və davamlı deyilsə, buna müalicəyə ehtiyac yoxdur. Bu həyatın müəyyən hissəsində hər birimiz hiss eləyə bilərik. Amma davamlı və sizin gündəlik həyatınızı pozanlar artıq müalicə olunmalıdır. Nevrozun bir forması da obsessiv-kompulsiv nevrozdur. Bu nə deməkdir? İnsanda takıntılı, davamlı və təkrarlanan hərəkətlər və fikirlər olur. Məsələn, daimi düşünür ki, qazın altını söndürməmişəm, gedir baxır, ütünü bağlamamışam və yaxud da ki, qapını açıq qoymuşam, təkrar gedir, yoxlayır. Bax, bu fikirlər onu narahat eləyir. Bax, bu obsessiv-kompulsiv nevrozun əlamətləridir. Digər bir nevroz forması isə hipoxondrik nevrozdur. Hipoxondrik nevrozda insan bir həkimdən o birisi həkimə bütün həkimləri gəzərək bədənində bir xəstəliyin çarəsini axtarır. Yəni onun bədənində hər hansı bir ağrı varsa, o düşünür ki, bu ağrı çox ciddi xəstəliyin əlamətidir. Yalnız həkimlər mənim dərdimi tapa bilmirlər. Lakin biz müayinə etdikdə, xəstəni hər tərəfli yoxladıqda görürük ki, bədənində heç bir xəstəlik yoxdur. Lakin insanın beyni çox kiçik bir ağrını aşırı sürətdə artıraraq insanda bu cür həyəcana səbəb olur. Bu da hipoxondrik nevrozdur. Bax, bu nevrozların xırda-xırda əlamətləri hər birimizdə olur, amma yorulursunuzsa, artıq bu sizi narahat edirsə və artıq bunlarla yaşamaq istəmirsinizsə, bunu çox asanlıqla həll etmək, müalicə etmək bilin ki, mümkündür.